Vətən müharibəsində minlərlə əskər və zabitimiz iştirak edib qəhrəmanlıqları ilə fərqləniblər. Onların arasında kəşfiyyatçı leytinant Mais Yaqubov da var. Döyüşlərdə göstərdiyi şücaətə görə yoldaşları arasında əjdaha ləqəbi qazanan gənc zabit Xocavəndin işğaldan azad edilməsi zamanı şəhid olub. Mais Xocalı ilə maraqlanırdı. Soyqırımla. Eləcə deyir daima bizim orada qızlarımızı, analarımızı, həqiqən Allah haqqı o hissə deyirdi, niyə qırıblar? Ermənilər niyə qırıbdı? Onlar deyirdi. Qazağın Daşsalahlı kəndində anadan olan Mais Yaqubov Xocalının və işğal altında olan digər ərazilərin azad edilməsi istəyi, düşmənə nifrət və vətənə məhəbbət hissi ilə böyüyüb. Bu isə onu hərbçi olmağa yönəldib. Mən oyuncaq maşın istəyəndə Mais oyuncaq silah istəyirdi. Yəni onun düşüncəsi, fikri həmişə hərbiyə tərəf olub. Elə 13-14 yaşından da Cəmşid Naxçıvanski adına hərbi liseye girdi, sonra ali hərbi məktəbə daxil oldu. Arzusuna çatdı və istəyi kəşfiyyatçı olmaq idi onun. Mais Yaqubov 2019-cu ildən leytinant rütbəsində Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayır. Vətən müharibəsi zamanı xüsusi təyinatlı qüvvələrin tərkibində ön sıralarda gedir. Həmişə deyirdim oğluma, deyirdim ki, güllə sənə arxadan dəyməsin. Çalış sən düşmənə arxanı çevirmə. Düşmənlə üz-üzə döyüş. Elə də olubdur döyüşlərdə. Elə onu döyüşlərdə düşmənin üstünə şığıdığına görə əjdaha ləqəbi verirlər. O düşmənin üstünə qaçaraq, yürüyərək şığıyırmışdı döyüşlərdə. Ona görə o güllədən qorxmurmuş. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edən Mais Yaqubov 2020-ci il oktyabrın 17-sində şəhadətə yüksəlib. Mais orta məktəbin son zəngində qürurlu, vüqarlı və öz yoldaşlarından tamamilə seçilən, gözlərinin dərinliklərində bir vətən məhəbbəti, bir xalq hissi, xalq hörməti olan bir şagird kimi xatırlayıram. Əlbəttə, Mais hamının fəxridir. Təkcə Daşsalahlı Şahin Cəbiyev adına məktəbin yox, bütün Azərbaycanın işidi oldu. Kəşfiyyatçı leytinant Mais Yaqubovun döyüşlərdəki şücaəti layiqli qiymətini alıb. Ölümündən sonra vətənə xidmətə görə ordeni, vətən uğrunda Şuşanın və Xocavəndin azad olunmasına görə, hərbi xidmətlərə görə medalları ilə təltif olunub. Alməmməd Nəbiyev, Elmar Qasımov, Lalə Məmmədova, ASTV Xəbər.